Yes. Sonra elimdekilerini. Herkese salam. Bugün istəyirəm qəşəng bir qəlyanaltı hazırlayım. Bunun üçün mənə lazımdır lavaş, Holland pendiri, kartoşka püresi və petruşka. Əvvəlcə lavaşları burada adi ilıq suda isladıram. Sonra da eyni qayda ilə lavaşların içini doldurup büküp listə yığıram. Yağ filan hiçbir şey vurmağa ihtiyac yoxdur. 250 dərəcədə 15-20 dəqiqə qızardıram. Şimdi gedək bunu nuş eləyək. Hazırlamağı hər kəsə məsləhət görürəm. Çox qəşəng, çox rahat. Burada da degustator qardaşım yeməyin dadına baxıb qiymət verir mənə. Hər birindən nuş olsun. İndi də tərəvəzli günorta yeməyi hazırlayım. Əvvəlcə soğanla sarımsağı doğrayıram. Evdə hamının yediyinə, bəyəndiyinə çox sevindim. Hamı çox ləzzətlə yedi. Hər kəsə də nuş olsun. Dovğa evdə hamının sevimlisi olduğuna görə çalışıram ki, evdən əski eləməyim. Bugün də tez bazar dovğa pişirirəm. İndi də axşam yeməyi, şam yeməyi hazırlayıram. Xaladenikdə, buzluqda saxladığım küftələrdən qəşəng bir noxudlu küftə bozbaş bişirəcəm. Burada sizə buzluqda saxladığım küftələri göstərmək istəyirəm ki, heç bir formasını itirmir. Necə qalıb, elə də bişdi. Artıq burada bişmiş forması da qaynayır. Uşaqlar pijamalarını geyiniblər, yatmağa hazırlaşırlar. Diyaları da onlara ananas doğrayıb yedizdirir. Növbəti günün səhərindən hər kəsi salamlayıram. Burada da salat eləməyə hazırlaşıram. Salatın adı xaladenikdə nə varsa adlanır. Mən belə ad qoydum. Hər şeyi əlavə elədim. Zeytun yağı burada əlavə eləyirəm. Üzərinə duz, istiot.
Qəşəng qarışdırıram və limon sıxıram üzərinə. Çox qəşəng bir çoban salatı fason bir şey alınır. İndi mən burada zamorоженный saxladığım bu kotletləri, qazan kotleti bişirirəm. Hər şey halqa-halqa doğramışam. Birinci soğanı, üstündən badımcanları düzürəm. Üstündən kökləri düzüm. Kökləri düzdüyümə görə üstündən bir sıra bu kotletdən düzüm. Bunun da üstündən kabaçkiləri düzüm. Kabaçkinin da üstündən kartoşkaları düzüm. Duz, istiot, sarı kök. Saydıqlarımın hamısını əlavə elədim. Dəfnə yarpağı bu kənarlardan düzdüm. İndi üzərindən bir dənə də bir sıra kotleti əlavə eləyim. Bəli, bəli, bəli. Üstündən də pomidor, biber. Düzəltdiyim bulyonlu suya əlavə eləyirəm. Duru yağ əlavə eləyirəm üstünə. Sənə deyən var idi, ora çıx. Oy, malades, malades, hala oldu, hala oldu. Düş, sən Snickers-i haqq elədin, düş. Düşə bilsən, düş. Yox, bilmir. Sən niyə narahatsan ki, düşəcək də? Hə. Vəsiyo, malades, bax gözlə. 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 Hop, malades, əla. Malades, afərin. Uverindi də sən. Özbə arxayınsan, düş. Va, ehtiyatla, vinimatin, davay. Halal olsun. Bir düşəyelim, mən bunu bildirəcək. Mama heç səni öldürməz. Mama öldürəcək, deyir. Öldürsə məni öldürəcək. Hə, səni bildirəcək. Halal olsun, davay. Yenə istəsəm eləyə bilərsən, yenə çıxa bilərsən. Yox. Yox, bir dəfə olur, hə? Hə, yaxşı, ya, davay. Halal olsun, gəl bura. Gəl bura. Hop. Malades, kişi bala. Davay. İndi də ballı tort bişirmək qərarına gəldim. Bunun reseptini çoxları bilir, hamımız, hər kəs bilir. Sen de ağlıma. Ceylə, için təmizlə. Ne temizliği? Qaşıqla da sıyır. O balacı neyle bu böyle? Ne? Yaxşı, götür bundan qoy ötürü. Koyun bu tükürün altına. Yum bunu yoksa kalsın. Yox, olmaz. Gelmiyorsunuz da option söyle. Kadar olmalı da şu magazine. Yağ alı verəcəksə göndərəcək evə. Verim. Şöyle çıkışını geldim eve. А где, блин, там хоть какие-то приборки? Да сейчас.
Kanalımdakı videoların içində ballı tort reseptlərim çoxdur. Bilmirəm resepti açıq aydın vermişəm ya yox. Burada hamısı açıq aydın görünür deyə heç bir şey danışmadım. Çox qəşəng pambıq kimi tort alınır. Deyərdim ki, mənim tortların içində ən sevimli tortum ballı tortdur. Bu bildiyimiz hazır satışda olan pelmenidir. Qaynadıb süzmüşəm. Soğanı biber tomatı ilə silviçin yağda qovurmuşam. Qatıq əlavə eləmişəm və belə bir dadlı yemək alınıb. Dört koşar ıslandan çıktım alacağız. Bırak. Dördün beşin gel. Hadi. O da açtı. Budur. Oynamak istesen. Oynayamıyorsun da. Niye? Çünkü hiç istemenlerdi. Parla. Değil mi? Havalı kalsın. Yakın. Hop. Şu, çempiyon. Dede, bana geç şu seni geleceğim doğru. Aa, sana da zaza verir. İyi götür gider. Çünkü sen bana şatalat kalı duymadın. Ama dede sana diyor ki можно, yiyebilirsin. Bu da dedenin her şeyi. Burada da ev əhli bir-biri ilə nərdə oynayır. Kim Mars oldu, kim Utdu, kim Uduzdu, oralarını bilmədim. Sol boyun şöyle. Sol boyun. Mən də güya da importlu qızlar kimi gedim dietik aktiviyamı içim, avokadomu yeyim. İzlədiyiniz üçün hər kəsə təşəkkür edirəm.